Sonra deyirsiniz ki, uşaqlarım niyə xəstələnir? Uşaqlarınız üçün çox faydalı çubuqlar hazırlayacağıq. Yarım çay qaşığı mayanı ilıq suda qarışdırırıq. Özün toplasın. Maya özün tutana qədər bizə lazımdır 250 qram un. Yəni 2 stəkan yarım, 3 stəkan un təxminən. Üzərinə əlavə edirik 2 yumurtanın ağı, sarısını kənara qoyuruq. 100 qram kərə yağı. Əgər kərə yağı istəmirsinizsə, siz bunu duru yağla da əvəz eləyə bilərsiniz. Yəni əlinizin altında hansı yağ varsa ondan istifadə edin. 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı da duz. Mayamızı da əlavə edib xəmirimizi yoğuruq. Xəmirimizi kəsdirik balaca-balaca və xəmirimizi belə çeçələ barmağınız hansı yoğunluqdadırsa, ümumiyyətlə hansı yoğunluqda istəyirsiniz, həmin yoğunluqda da belə xəmiri yumrulaya-yumrulaya açırıq. Yağlı kağızın üzərinə. Başlanğıc üçün çox açmırıq, məsləhətli deyil. Biraz açsıq, qoyuruq, sonra üzərini strecinə və yaxud da əlinizin altında dəsmal, klok, nə varsa örtürsünüz üstünü, 10 dəqiqə gözlədirik. Xəmir özünə gəlsin. 10 dəqiqə gözlətdik. İndi bunları yenidən istədiyiniz yoğunluqda, bax belə açırıq. Bu formada elədim və tən ortadan iz qoyuram. Ayırdığımız yumurta sarısını üzərinə çəkək. Bunların yarısına çörək otu, yarısına isə küncüt səpəcəm. Bəzədik. İndi isə 180 dərəcədə üstü qızarana qədər içərisinə də saxsı qabınız varsa və yaxud da sobada çatlamayan, sınmayan qabınız varsa içərisinə su töküb qoyuruq pişməyə. Baxaq indi dadına. Uşaqlarınızın ürəyi gedəcək. Nəinki uşaqlarınızın, özünüzün də, ailənizin də. Əllərinə sağlıq. Nuş olsun.